təsir edən odur ki, düşmən sevinir. Ağanın şəhadəti tam layiqli bir şəhadətdir və belə bir şəhadət hələ min illərlə heç kimə qismət olmamışdır, yalnız ağaya qismət olmuşdur. Bilirsiniz də o şəhadət ki, Qasım Süleymani şəhadətə yetirildi, Seyyid Həsən Nəsrullah şəhadətə yetirildi. Bunlar hamısı şəhid oldular, yəni Allahın dərgahındadılar. Amma ağamız, rəhbərimiz o cür şəhid oldu ki, mən həmişə fikirləşirdim ki, mən öz-özümə fikirləşirdim ki, yəni ağa görürsünüz, inşallah qalibdir, filandır. Yəni Allah Teala ağanı yorğanda yox, ağanı şəhadət məqamını o qədər uca elədi ki və